Yaxın əyləşin, videonu axıra qədər izləyin. Özü üçün şəxsi tikili, gözəl. Mənim üçün yəni elə ev olsun ki, keyfiyyətinə gəlim heç bir nöqsan tapa bilməyəcəyim düşüncədə olan ev axtarırsınızsa, hörmətli izləyicilər, bax bu evi sona qədər izləyin. Evimiz 10 daş kürsüdə. Şəxsi tikili. Gördüyünüz qədər evimizin çöl görünüşü, yəni sizi vadar edir ki, videonu axıra qədər izləyəsiniz. 3-ün 11-ə jalüz qapı. Maşallah olsun, həyəti tam şəkildə döşəməli daş. Rahat şəkildə maşın həyətinə daxil ola bilir. Həmçinin qaraj hissəsi. Evimizin yan hissəsində, arxa hissəsində keçidimiz mövcuddur. Bax hissəsindəki keçidində göstərəcəm bütün şərait, bütün avadanlıqlar var. Müxtəlif cür meyvə ağacları, indi yəqin ki, jalüzün səsi daxil olur. Baxın. Bunun gözəlliyi nədir, hörmətli izləyicilər? Maşınımın yağını dəyişmək istəyirəm, nə bilim, alt hissəsində nəsə səs gəldi, da ustaya getməyə ehtiyac yoxdur. Öz şəraitin var. Yəni, başqa da ki, heç nə ehtiyac yoxdur və inşallah gələ keçəndə də görəcəksiniz ki, bunun da yuxarısı otaqdır. Həqiqətən çox gözəl, çox keyfiyyətli, yəni zövqlə də hörmətli izləyicilər. Video bilirəm, üzürlü sayın ki, yəni əlimizdə deyil, bacardığımız qədər qısa da çəkirik, tezləşdirir ki, yenə də bilirəm ki, uzun olacaq. Bir dənə baxın, həm zövqlə tikilib, həm zəhmət və əziyyət var burada. Belənçinə elemental bir şeydir, amma mən xoşum gəlir də, nə yalan deyim. Görürsünüz, qəşəng bir dənə dekorasiya veriblər bura, dilim dolaşdı, üzürlü sayın. Görürsünüz, dairəvi cütdaş, ön hissəsi ağlay, çerpiçya şifer və bir mərtəbə plus mansardır. Ümumi evimiz qarajın üst hissəsində qeyd eləsək 6 otaqdan ibarətdir. Baxın. Bu həyət yanı sahəsində olan, yəni həyət üçün hamam sanuzel, əl damısı və növbəti bir dənə də əl damısı. Görürsünüzdür ki, maşallah olsun, yəni çox gözəldir. Bax hissəsi də, yəni baxılmış həyət, baxılmış ev gördüyünüz qədəri bir ayrı olur. Ünvanımız Şuşa qəsəbəsi. Şuşa qəsəbəsi 6 sot yarımda torpağın çıxarışıdır və bildiyiniz qədəri Şuşa qəsəbəsində bir dənə sənəd mövcuddur ki, o da 99 illik icarə torpaqlar. Onu da qeyd elə ki, zamanı şöyle. Baxın, hörmətli izləyicilər. İndi Allahın izni ilə keçək evimizin daxilində görsədək. Bunu çalış, yuxarıdan belə çək. Evimiz bir daha qeyd edirəm. 10 sot, 10 daş kürsüdə, 6 sot yarım. Ramanı Şuşa qəsəbəsi. Şəxsi tikili. Qiymət isə 169.000 manatla satışa çıxarılır. Bir dənə indi həyəti gördünüz də, onsuz da zövqünü. Bir dənə zəhmət olmasa qapının bir dənə enliyini görsət. Yan yörəsindəki evlərdən də məlumdur ki, sırf buranı, yəni prestijli bir məhəllədir. Elə bil ki, Mərdəkandasan. Qapının da ki, keyfiyyətlə bir söz yoxdur, yəni güclə açılır. Hələ burada xırda bir yerlər var ki, məqamlar. Onları da göstərəcəm sizə inşallah. Görürsünüz, daxil olarkən belə bir bizə yeri var ki, bax buranın da ev sahibi otaq nəzərdə tutub, yəni qarajın hissəsinin atmasına qədər atılıb. İnşallah ki, bağla istifadə et. Dəhliz sistemi çox enlidir, yəni daxil olarkən solda mətbəx və nə əşya görülürsə evdə hər biri qalır. Evimizin hal-hazırda istilik sistemi kombidir. Padagoniklər, hörmətli izləyicilər, mərmərdir. Yəni bunları göstərirəm ki, yəni bu evi düşünəsiniz ki, 160.000-ə bu dəqiqə ancaq siz torpağını ala bilərsiniz ki, və hal-hazırda 169, 168, hətta 168.000 manat imiş satışı, hörmətli izləyicilər. Baxın, otaqların ölçüsü, yəni bir sözlə həqiqətən çox dolu, çox keyfiyyətli, gir yaşadı da, başqa da heç nə ehtiyac yoxdur. Həm gündəlik üçün, həm də ki, bağ ev üçün. Özdə bugün sabah, yəni bilirsiniz ki, bağın sezonudur. Rahat şəkildə gəl, asfalta yaxınsan, məktəbə, bağçaya. Bu isə növbəti yataq otağı. Ümumiyyətcə evimiz o qarajın üst hissəsi ilə birlikdə 6 otaq və mansardan ibarətdir. Və bu küləkdə diqqət edirsinizsə, çöldən içəri heç bir səs-küy getmir. Çünki ev o dərəcədə həm izolyasiyalıdır, həm də ki, hər bir nöqtəsi xüsusi keyfiyyətlə. İndi isə əsas məqama keçək qonaq otağına. Baxın, hörmətli izləyicilər. Burada Allah təki hər bir qapıya xeyirli bir anlar yaşatsın.
Görürsüz? Yəni qonaq otağı dediyim bu qədər olmalıdır. Geniş olmalıdır. Yəni adı üstündə qonaq otağı. Mən burada oturdumsa, qonaq orada sıxılmamalıdır. Həmçinin özüm. Maşallah da olsun ki, pəncərəsi görürsüz yerdəndir. Həmçinin orada mərmərdir və görüntüsü olaraq həyətdir. Yəni inanmıram ki, bura kimsə gəlib hər hansısa bir hissədə qüsur və nöqsan tapsın. Bu isə sonuncu yataq otağımızdır, hörmətli izləyicilər. Bir daha qeyd edirəm ki, ev yerləşir Şuşa qəsəbəsi, yəni Ramanı Şuşa qəsəbəsi. Şəxsi tikili, çerpitsiya, şifer, bir mərtəbə mansar, ümumilikdə 6 otaq, qaraj və 6 sot yarımda həyət evidir. Siz də evinizi, torpağınızı satmaq istəyirsinizsə, səhifədə qeyd olunan nömrələrlə mütləq əlaqə saxlayın, hörmətli izləyicilər. Və torpağın çıxarışı var. Yəni yenə qeyd edirəm ki, yəni burada Şuşa qəsəbəsində hər kəsdə çıxarış 99 illik icarə torpaqlardır. Evinizi, torpağını satmaq istəyirsə, səhifədə mütləq əlaqə nömrələrimizlə əlaqə saxlayın ki, gəlib çəkib satışında köməklik göstərək. Evə baxış üçün və ətraflı məlumat üçün zəng edin, hörmətli izləyicilər.